Əlinə salam. Deməli, bu qəşəng məsələni göndərdim ki, həll edək birlikdə. Sağ olsun qızların bəziləri həll edilər, göndərdilər, qəşəng də həll eləmişdilər. Amma bir üsul var ki, istəyirəm onu da mən sizinlə sizinlə paylaşım. Hansı üsuldur? Yadınıza gəlirsə, mən demişdim ki, üç bucaqda, tutaq ki, bu hər hansı üç bucaqdır. A, B, C üç bucağı. Bu üç bucağın bir daxili bucağını götürürük və bir xarici bucağını götürürük. Daxili və xarici bucaqların tənbölənlərini çəkirik. Onlar hansısa bir, tutaq ki, K nöqtəsində kəsişir. Bax, bu tənbəllərin arasında qalan bucaq ki var, üç bucağın üçüncü bucağının yarısı qədər olur. Yəni, bura olacaq 2 alfa. Yenə deyirəm, üç bucağın bir daxili və bir xarici bucaqların tənbəllərin arasında qalan bucaq, üç bucağın üçüncü bucağının yarısı qədər olur. İndi deyə bilərsin, bizdə axı üç bucaq yoxdur. Bəli, yoxdur, amma neyəcəyik biz? Üç bucağa tamamlayacağıq. Gəlin, bax, bu fiquru dörd bucaqlını üç bucağa tamamlayaq. Tamamlamağa çalışın, bir dənə darıxmayın. Belə çəkək. Və salam. Düzdür, bax, gördüyünüz üç bucaqdır. Buraya yazıram, tutaq ki, K. K yazmayayım, M yazım. A, M, B üç bucağına baxın. Orada A-Y və B-Y daxili və xarici bucaqların tənbələnləridir. Onlar arasında qalan bucaq, həmin tənbəllər arasında qalan bucaq 20-dirsə, onda bizdə M bucağı 40 olacaq. Daha sonra biz baxacağıq nəyə? Bax, fikir verin. D, M, C üç bucağına, hansı ki bizdə nəyi soruşur? Bax, bu X-i soruşur. Bu X bucağı da D, M, C bucağının xarici bucağıdır. Deməli, burada D daxili bucağı tapsaq, bura 30 olacaq. Xarici bucağa görə bildik ki, xarici bucaq qonşu olmayan daxili bucaqların cəminə bərabərdir. Yəni, 30-dan 40-ın cəminə bərabər neçə olacaq? 70 olacaq. Sağ olun.